14-cü fəsil. Ağıl, prinsip və azadlıq. Seçim illüziyası və şuurun istiqamətləndirici rolu. İnsan özünü azad varlıq kimi qəbul edir. O düşünür ki, qərarlarını özü verir, seçimləri şuurludur və həyatının istiqamətini özü müəyyən edir. Lakin bu qəbul dərindən analiz edildikdə daha mürəkkəb və bəzən ziddiyyətli mənzərə ortaya çıxır. İnsan həqiqətən azaddırmı? Yoxsa onun seçimləri əvvəlcədən formalaşmış sistemlərin nəticəsidir? Bu sual yalnız fəlsəfi deyil, eyni zamanda psixoloji və elmi araşdırmaların da mərkəzində dayanır. Qərar vermənin gizli mexanizmi. Müasir psixologiya göstərir ki, insanın qərarları yalnız şuurlu düşüncənin nəticəsi deyil. Daniel Kahneman insan düşüncəsini iki fərqli sistem kimi təsvir edir. Sürətli və avtomatik işləyən instinktiv sistem, həmçinin yavaş və analitik fəaliyyət göstərən şuurlu sistem. Gündəlik qərarların böyük hissəsi məhz avtomatik sistem tərəfindən verilir. Şuur isə çox vaxt bu qərarları sonradan izah edir və əsaslandırır. Bu fakt insanın düşündüyü qədər sərbəst seçim etmədiyini göstərir. Neyroelm və azad iradə problemi. Neyroelmdə aparılan bəzi eksperimentlər daha da radikal nəticələr ortaya qoymuşdur. Araşdırmalar göstərir ki, beyin qərarı şuurun fərqinə varmadan əvvəl formalaşdırır. Şuur isə bu qərarı yalnız sonradan dərk edir. Bu yanaşma azad iradə anlayışını köklü şəkildə sual altına alır. İnsan qərar verən deyil, daha çox qərarın fərqinə varan sistem kimi görünür. Fəlsəfi baxış. Azadlığın yeni tərifi. Fəlsəfə tarixində azadlıq anlayışı müxtəlif formalarda izah edilmişdir. Stoik düşüncənin nümayəndəsi Epiktetus azadlığı xarici şəraitdə deyil, insanın daxili münasibətində görürdü. Onun fikrincə, insan hadisələri idarə edə bilməz, lakin onlara münasibətini idarə edə bilər. Bu yanaşma azadlığı seçim imkanından daha çox dərk və nəzarət qabiliyyəti kimi təqdim edir. Prinsiplər və davranışın əsası. İnsan davranışı təsadüfi deyil, o dərin və çoxqatlı strukturların nəticəsidir. Bu strukturlara insanın dəyərləri, inancları, sosial təcrübəsi və genetik meyilləri daxildir. İnsan hər an sıfırdan seçim etmir. O, əvvəlcədən formalaşmış daxili sistem daxilində qərar verir. Bu isə azadlığın nisbi və məhdud olduğunu göstərir. Din və iradə modeli. Dinlərdə insanın seçim qabiliyyəti qəbul edilir, lakin bu seçim tam sərbəst kimi təqdim olunmur. Quranda insanın doğru və yanlış arasında seçim etmə imkanına sahib olduğu bildirilir. Lakin bu seçim müəyyən istiqamət daxilində təqdim olunur. Bu model azadlığı tam sərbəstlik kimi deyil, istiqamətləndirilmiş seçim kimi izah edir. Azadlıq illüziyası. İnsan özünü azad hiss edir, çünki qərar prosesinin yalnız son mərhələsini dərk edir. O, bu qərarların arxasında duran səbəbləri və daxili təsirləri görmür. Bu isə belə nəticəyə gətirir. Azadlıq hissi çox vaxt obyektiv reallıqdan deyil, qavrayışdan yaranır. Həqiqi azadlıq nədir? Bu nöqtədə azadlıq anlayışı yenidən formalaşır. Həqiqi azadlıq təsirlərdən tam azad olmaq deyil. Bu mümkün də deyil. Həqiqi azadlıq bu təsirləri dərk etmək və onları idarə etmək qabiliyyətidir. İnsan instinktlərini anlayırsa, düşüncələrini analiz edirsə və reaksiyalarını müşahidə edə bilirsə, o zaman daha şuurlu seçim edə bilir. VM ilə seçim mexanizmi. VM konsepsiyası bu prosesi daha geniş sistem daxilində izah edir. Bu yanaşmaya görə insanın düşüncələri təsadüfi deyil. Onlar vahid informasiya və enerji sahəsi ilə əlaqəlidir. İnsan müəyyən tezlikdə fəaliyyət göstərir və bu tezlik onun qəbul etdiyi informasiyanı formalaşdırır. Nəticədə qərarlar da bu sistem daxilində yaranır. Şuurun istiqamətləndirici rolu. Şuur bu sistemdə passiv deyil, o aktiv şəkildə istiqamət verici rol oynayır. Şuur informasiyanı seçir, onu analiz edir və qərar prosesinə yön verir. İnsan diqqətini idarə edə bildikdə və düşüncəsini nəzarətdə saxladıqda, onun seçimləri daha şuurlu və daha məqsədli olur. Bu isə azadlıq səviyyəsini artırır. Yaradıcı şuur və azadlıq. Adi qərar vermə sistemi mövcud informasiyaya əsaslanır. Lakin yaradıcı şuur mövcud çərçivələri aşaraq yeni seçim imkanları yaradır. Bu baxımdan yaradıcılıq azadlığın ən yüksək forması kimi çıxış edir. İnsan yalnız seçən deyil,
həm də seçim yaradan varlığa çevrilir. Fəlsəfi nəticə. Bu başlıqdan çıxan əsas nəticə ondan ibarətdir ki, insan nə tam azaddır, nə də tam məcburdur. O, təsirlər və seçim arasında yerləşir. Bu vəziyyət şərti azadlıq modeli kimi izah oluna bilər. İnsan bu model daxilində öz şuur səviyyəsinə uyğun olaraq hərəkət edir. Yeni baxışın mahiyyəti. İnsan azadlıq axtararkən çox vaxt xarici məhdudiyyətlərə fokuslanır. Lakin əsas məhdudiyyət daxili sistemdə yerləşir. Avtomatik reaksiyalar, şuursuz davranışlar və formalaşmış düşüncə modelləri insanın real seçim imkanlarını məhdudlaşdırır. Bu məhdudiyyətlər dərk edildikcə insanın azadlıq səviyyəsi artır və seçimləri daha şuurlu olur. Nəticə. Ağıl, prinsip və azadlıq insanın daxili sisteminin əsas elementləridir. Bu sistem tam sərbəst olmasa da dəyişdirilə biləndir. Elm bu mexanizmi izah edir. Fəlsəfə onu sorğulayır, din isə ona istiqamət verir. VM konsepsiyası isə bu yanaşmaları birləşdirərək belə nəticəyə gəlir. Azadlıq seçimlərin çoxluğu deyil, onları formalaşdıran sistemi dərk etməkdir. Kanalı izləyin və videonu bəyənin ki, sizə daha çox maraqlı video təqdim edə bilim.